Psevdomonasdan qorxuruq. Çünki Psevdomonas da ağciyərlərinə zərər vuran bir bakteriyadır. Burgdorfdir ya sepasiyadır ki, çox şübhəsiz heç kimdə çıxmayıb o. Çıxmağı da heç arzu eləmirik. O, çox ciddi, ağır nəticələrə səbəb olan mikrobdur. Bunların hamısından daha ağırdır ki, inşallah heç birinizin uşağınızda çıxmaz. Eyni zamanda biz narahat oluruq atipik mikobakteriyalardan. Bəzən görəcəksiniz, bəlkə də bir neçənizdən istəmişik. Əslində, daha ciddi düzeydə ağciyərində problem olan uşaqlarda, yəni ciddi bronxektaziya olan uşaqlarda yəni vərəm çöplərinə qarşı da həssasiyyət olur. Yəni bu uşaqlar o birisi insanlara görə vərəmə daha həssas olurlar. Ona görə vaxtdaşığı ağır ağciyər infeksiyaları olanlara biz ya PPD testi deyirik ki, vərəmin mantu testi qoydurum, baxaq görə o qızarırmı, qızarmırmı, ya bəlğəmində deyirik ki, bir vərəm çöplərini axtaraq, ya qandan kvantiferon dediyimiz vərəmi axtarırıq. Eləcə də APPA dediyimiz aspergillozdan narahat oluruz ki, bu da bir tür göbələk xəstəliyidir. Bu da ən çox elə bu APPA dediyimiz xəstəlik çox ağır asmalarda olur, bir də kistofibrozlarda olur. Bronxektaziya, yəni sürəkli yenə məruz qaldığımız bir termindir ki, bu nədir? Bayaq dediyimiz bronxlar artıq içi dolur, artıq böyüyür, sakkulyar hal alır, yəni get-gedə böyüyür və ağciyər toxumasını xarab edir. Digər simptomlardan da, yəni bunlarda yuxu apnoyaları digər uşaqlara görə daha çox olur. Məsələn, spirometriya testindən biraz danışmaq istəyirəm ki, yaşı çatan uşaqlarla mütləq spirometriya testi də önəmlidir. Yəni bu, adətən 6 yaşdan sonra uşaqlara eləyirik. Çünki uşaq nəfəsini tutmalıdır, saxlamalıdır, dərin nəfəs almalıdır, birdən-birə nəfəs verməlidir. Bu bizim üçün nəyə önəmlidir? Orada bəzi göstəricilər var. F1-dir, F1-dir. Məsələn, uşaq gəldi öskürəklə, deyək ki, qızdırır. Bu, indi hər səfərində illə o demək deyil ki, bu uşaq ağciyərində əlamətləri alevlənir. Bəlkə adi qrip keçirdir, daha ona görə öskürür, ona görə qızdırır. Yəni, biz spirometriya testinin əvvəlindən də bilsək ki, bu uşaqa deyək ki, F1-i nədir, F1, F1-cəsi nədir? İndi baxsaq, o da bizə yol göstərir ki, əgər bu dəyərdə düşüklük varsa və üst-üstə də düşürsə klinikayla, deyə bilərik ki, bu alevlənmədir. Gəl buna daha ciddi yanaşan, adi bir sirop deyil, deyək ki, daha ağır, daha invaziv bir müalicələr gərək. Ona görə spirometriya testi bizim üçün çox önəmlidir. Həm də il bu uşağın ağciyəri hansı səviyyəyə gedir, F1-i nə qədər azalır, transplant ehtiyacı varmı? Yəni bunlar üçün F1 dəyəri bizim üçün çox anlamlıdır. Ümumiyyətlə, kistofibrozda tək bir insan baxmamalıdır. Buna həm uşaq pulmonoloqu, biz gedirik, uşaq endokrinoloqu, uşaq gastroenteroloqu, fizioterapist, lor dediyimiz o burundakı poliplərə görə diyetisyen, mikrobiyoloq, hamısı əslində bərabər bir mərkəz altında olması lazımdır. Ya da indi hamısı bir yerdə yoxsa da biz sizə yönləndiririk ki, məsələn, filan yerə gedin, onlara mütləq uymaq lazımdır. Çünki multidisiplinar, yəni multi-yanaşma tələb edən xəstəlikdir. Mən bu indi ağciyər hissəsindən danışacağım, digər hissələrdən Sənvər doktorumuz danışacaq. Ağciyər xəstəliyin müalicəsi nəyə dayanır? İlk növbədə biz tənəffüs yollarını təmiz saxlamalıyıq. Bu təmiz saxlamaq deyəndə də nə edirik? Bunu tənəffüs fizioterapiyası ilə eləyəcəyik, bir də bəlğəmin çıxarılmasını asanlaşdıran yollarla eləyəcəyik. İkinci, infeksiya varsa onu müalicə edirik antibiotiklərlə. Üçüncü də ki, molekülər müalicələrdir. Bu tənəffüs fizioterapiyasının özünün tipləri var. Ənənəvi tipləri var, yeni texnikaları var. Əslində baxanda soruşsaq ki, hansısa o birisindən daha üstündür, bir fərqi yoxdur. Nə məndə bir fərqi yoxdur? Düzgün etdiyiniz vaxtı, məsələn, biri o birisinə nəzərən daha yaxşı nəticə vermişsə deyiliriz, bir durum yoxdur. Hansı sizin maddi olaraq büdcənizə uyğunsa, hansısa vaxtınız varsa onu eləyin, amma çəki eləyin. Daha kiçik uşaqlara, məsələn, biz ənənəvi perkusiya, vibrasiya, nəfəs məktərini tövsiyə edirik. Daha böyük uşaqlara, məsələn, triflo dediyimiz o 3 toxları qaldırıb çıxardaq, kulaqdır dediyimiz üfürərkən orada belə kağız kimi bir şey var, o hərəkət edən. Əgər təbii ki, imkan varsa, vest dediyimiz yüksək şeylər var ya, branjilet kimi geyinirlər uşaqa, titrəşirlər, ondan da istifadə eləmək olar. Əslində, görürlər, axıncılar qanlaqda olmasına. Yox, elə bir şey yoxdur. Sadəcə bu vest daha kiçik uşaqlara uyğun deyil, onun müsbət cəhətindədir. Məsələn, istərsəniz bu pat-pat dediyimiz şey elədiyimiz vaxtda bir 3 dəqiqədən 5 dəqiqədən sonra biz də insanlıqda fiziki olaraq yorula bilirik. Və yaxud uşaq vaxt gedir, vaxt məhdudiyyəti var, uşaq özü narahat olur. Bu, məsələn, istədiyi oturarkən, deyək ki, bir hər hansı rəsmi çəkərkən, televizyona baxarkən, bir şey eləyərkən də o üçün titrəşdirir, sürətli eyni titrəşim verir. Biz
biz əllə elədiyimiz zaman birinci normal eləyəcəksə, sonra bir müddətdən sonra yoruluruq istər-istəməz. Yəni bu sürətli eyni frekansı verdiyi üçün edilməsi, yəni hər hangi bir yan təsir yoxdur. Kiçik uşaqlara uyğun deyil ancaq. Amma yəni tək hər hansısa birini edin. Yəni əlinizdə nə varsa, hansına yetirsinizsə onu edin, mecbur edin. Balacalara perkusyon inqalyasiyalardan sonra post-diagnoz dediyimiz, tapmaq dediyimiz durumlar. İnhalyasiyaların ardıcıllıqlarından danışsaq, bu var bronxları dilatasiya edici dərmanlar, var mukoaktivasiya, yəni ki, bəlğəmi yumşaldan dərmanlar. Demək, pulmazim, yəni mütləq olmazsa olmaz dediyimiz pulmazim, tərkib bunun normal alfadır. Bu nə edir? Bu bəlğəmi direkt parçalayan əslində əsas dərmanımız budur, pulmazimdir. Yəni sürətli şikayət olsa da olmasa da istifadə eləmək lazım olan, 4 yaş üstü uşaqda hər hansı bir akciğer əlaməti olmasa da istifadə eləməyiniz lazım olan, ya da akciğer simptomları var, amma akciğer əlamətləri kəskinləşdi, deyək ki, xəstəxanaya yatış ehtiyacı artdı. Bu zamanda bir dəfə yox, gündə 2 dəfə yüksəldə biləcəyimiz bir dərmandır. Xüsusilə bunu mütləq deyirik ki, jet inqalyatorlarla verin. Onun o birisindən fərqi nədir? Daha kiçik partikullara parçaladığı üçün daha dərin o kiçik hava kisəciklərinə, bronxlara bu çatdırır. Adi məsələn, nebulatorlar, məsələn, adi nebulatorla pulmonesiya eləyə bilərsiniz, nebutaliyo eləyə bilərsiniz, o çatdırır, amma pulmonizm ona verilməsiniz. O çünki istədiyiniz effekti, istədiyiniz nəticəni verməyəcək. Onun üçün mütləq jet nebulazır ehtiyacı var. Hidratasiya artırıcı müalicələrdə bu, yəni əslində pulmonizmdən qabaq eləməyi tövsiyə edirik ki, bu